Hoş gördük. Ha, yenə çal vaxtında nə düşübsən bu çöllərə? Əlim yandı deyə Mayrayım, rayona gedirəm. Xeyr ola. Bay, nasos məsələsi də məni girinci eləyin. Deyirəm, bəlkə bir yerdən borudan zaddan tapdım. Hə, indi kim sənə o qədər boru verər, hə? Niyə vermirlər? Qərardan xəbərin yoxdur? Nə qərar? Melorasiya barədə. Mərkəzi komitənin qərarı var. Boruları indi sədrin özü kürəyində daşıyacaq. Bay, mənim dünyadan xəbərim yoxmuş ki, sən bir işə bax, bircə gün qəzet oxumamışam. Hə, sağ ol Rəhim, sağ ol. Sağ ol. Hə, Mehralı, sür gedəyə. Sür. Bura bax, İlyas, işin düşməsə bizə gəlməzsən, sən Allah bir gəl. Gələrəm, sağlıq olsun. Bir sözlə yoldaşlar. Mərkəzi Komitənin 1984-cü il oktyabr plenumunda irəli sürdüyü melorasiya tədbirləri bizə imkan verir ki, üzümçülük təsərrüfatına keçək. Bu qərar bizim də ürəyimizdəndir. Əminəm ki, partiyanın bu tapşırığını da rəhbər tutaraq, belə məsuliyyətli, mən deyərdim, dövlət əhəmiyyətli vəzifəni şərəflə yerinə yetirəcəyik. Mən bu qədər. Bu barədə kimin nə sözü, məsləhəti varsa danışa bilər. Dur görə İlyas əmi. Dur sən də danış. Görürəm hamınız razısınız. Hələ siz bu torpağın özündən soruşun görək, biz deyənlərə hazırdır ya yox. İndicə sədrimiz dedi ki, ucdan tutma, hər yerə üzüm əkəcəklər. Mənim qandığıma görə buna yol vermək olmaz. Belə tələsmək sərfəli deyil. Tələsən təndirə düşər deyiblər. Elə bilməyin ki, İlyas qocalıb, xərifləyib. Dediyim odur ki, hələlik xam torpaqlarda, dəmyə yerlərdə üzümlük salaq. Əkin yerlərinə hələlik əl vurmayaq. Ay İlyas, səndən heç başlaşa bilmirəm. Sən deyildin dünənəcən yaxanı yırtan, gəlin üzüm əkək, yüzüm əkək. İndi nə oldu, həstədin? Öyrənmisən elə hamının dediyinə bir qub qoymağa. Palaza bürün, ellə sürün deyib atalar. Palaza bürünmək asandır sədir. Yaşamaq lazımdır. Hamı bilir, cəmaatımız zəhmətkeşdir. Düzdür? Düzdür, cəmaatımız çox zəhmətkeşdir. Amma bunu da bilin ki, zəhməti yelə vermək də böyük günahdır. Gəlin hələlik, dəmyə yerlərdə tənək bastıraq. Bu üzüm ki var, 3 ildən sonra bəhər verir. Əgər bütün əkin yerlərini üzüm eləsək, onda bu cəmaat